Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âgıbetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidil enbiya Ebil Qasim Muhammed sallallahu aleyhi ve aleyhi teyyibine tahirin. Ve lanetullahi ala adaihim ecma'in min alâne ila qiyami yevmiddin. Amma ba'd. قال الله تبارك وتعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم فمن يعمل مثقال ذرة خيرا يراه ومن يعمل مثقال ذرة شرا يراه صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. İlk növbədə özümə və sonra sizlərə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah bizləri təqvalardan qərar versin. Allah bu may ayının ilk gününü, həm də ilk cüməsini hər birimizə mübarək eyləsin. Allah bu cümə günün bərəkətindən, feyzindən bizləri binəsib eyləməsin. Bu cümə gündə edəcəyimiz ibadət, itaat, duaları Allah Taala bizlərdən, sizlərdən ali dərəcədə qəbul eyləsin. Bütün bu niyyətlərimizə Muhammed Ali Muhammed Cəmalına salavat edək inşallah. İnşallah cümə günü bərəkətli bir gündür, rəhmət dolu bir gündür. Cümə gününün özəllikləri cümə namazı ilə bərabər, cəmaat namazı ilə bərabər, məsciddə namaz qılmaqla bərabər, həm də bir xeyirxahlıq simvoludur, əlamətidir cümə günü. Çünki ümumiyyətlə insan azan veriləndən sonra namaza durursa, bu artıq o insanın xeyir işə, xeyirxahlığa, xeyir əmələ münasibətinin göstəricisidir. O ki, azan verildi. Allahu Ekber, Allahu Ekber. Əşhədü ən la ilahə illallah, əşhədü ən la ilahə illallah. Əşhədü ənə Muhammeden Resulullah. Əşhədü ənə Muhammeden Resulullah. Əşhədü ənə Aliyyən Veliyullah. Hayyə aləs-salah, hayyə aləl-fəlah, hayyə alə xayrul əməl. Hayyə alə xayril əməl. Hayyə alə xayril əməl. Yəni ki, bəzən deyirik xayrul əməl. Yaxşı olar ki, o erabları bəzən biz unuduruq. Diqqət etsək, məqsədə uyğundur. Burada bir çağırışdan biri nədir? Allahın böyüklüyü, Peyğəmbərin peyğəmbərliyinə şəhadət, imamət əleyhissalam, namaza tələs, xeyir iş görməyə tələs. Bax, bu xeyir iş görməyə tələsin içində böyük bir məna var. Mənaları çoxdur. Zahiri məna budur ki, xeyir, bizim bildiyimiz, dərk elədiyimiz xeyir bir iş. Yaxşı, pis, xeyir, şər. Amma bir mənası namazın özüdür. Qıldığımız namazın özü xeyir əməlin biridir. İnsanın Allahla görüşü xeyir əməlin biridir. İnsanın Allah qarşısında rüküyə, səcdəyə getməsi, qiyama durması xeyir əməlin biridir. Əyimmələrdən gəlibdir ki, xeyir əməldə məna, məqsəd Əhl-i Beytdir. Xanım Fatimə-i Zəhra salamlı əleyhadır. Və bu xeyir əməl o qədər böyük bir mövzudur ki, o qədər geniş bir mövzudur ki, bəlkə də insanın insan kimi kamilliyə çatmasının ən ümdə, vacib məsələlərindən biri də bu insanın xeyirli insan və yaxud onun əksi nədir? Şər bir insan olmasıdır. Elə bil nurla zülmət, gündüzlə gecə, qaranlıq, işıqlıq. Və xeyir işdə Allahın insan üçün istədiyi, bəni Adəm üçün yaratdığı
və yaratdıqlarının ən şərəflisi olan insan üçün istədiyi bir gözəl, xüsusi bir sifətdir, xüsusiyyətdir, əxlaqi keyfiyyətdir. Kimdə nə qədər xeyrxahlıq nişanələri, xeyr əməl etmək çox olarsa xoş onlarla. Bil ki, o Allah qatında o qədər məqamı uca, Allaha o qədər yaxın bir insandır, bir bəndədir. Bəndəliyimizin göstəricisi bizim xeyrxahlığımızdır. Azanı misal çəkdim ki, yəni azanın biz bəzən deyirik, fərqinə varmırıq ki, orada insanı xeyr əmələ, yaxşı əmələ, gözəl əmələ, xeyrxahlığa çağırır. Biz elə bilirik ki, elə tək namazdır. Baxın, bu şeylərə insan diqqət eləməlidir. Allah deyir, bir bəndəni sevərsə, bir bəndəyə məhəbbəti olarsa, deyir, o bəndənin qəlbinə ilahi eşq, sevgi, Peyğəmbər, onun əhl-i beytinin, Qur'anın məhəbbətini, sevgisini salar. Onun qəlbinə Kəbə evinin, müqəddəslərin, müqəddəs məkanların ziyarətini salar. Qur'an, əhl-i beyt insanın həyatında, yaşayışında, dünyasında ən ümdə baxış nöqtəsi olmalıdır. Yanaşması, düşüncəsi, fikri, elmi, zikri, bu iki Allahın bizim üçün qoyduğu bu iki əmanətin üzərində olmalıdır. Bir insanın qəlbində Allah Taala bir bəndəsinə xeyir vermək istəsə, onun qəlbində Qur'an, əhl-i beyt, Kəbə, ziyarətgahların sevgisi, məhəbbəti olar. İndi bugün bəzi insanlar ki var, bu deyirlər Qur'an nədir, Peyğəmbər, əhl-i beyt, Kəbə, ziyarətgah, bunlara qarşı çıxırlar. Bunlar xeyirsiz insanlardır. Hədisdən bəlli olur ki, bunlar xeyirsiz insanlardır. Və çalışmaq lazımdır ki, həyatda insan xeyrxah insan olsun. İnşallah mən elə birinci xütbəni qısa olaraq belə bir sizə bir tövsiyə xarakterli olaraq deyirəm ki, bacardığımız qədər həyatda xeyrxah olaq, xeyr əməl sahibi olaraq, yaxşı insan olaq, yaxşılıq edən olaq. Yəni ehsan sözü, həsən sözü, yaxşılıq sözü, bunlar bizdə bəzən fərqli anlaşılır. Elə biz ancaq yeməyi, pul verməyi, neysə maddi verdin, ehsan budur. Hərəkətimiz, davranışımız, baxışımız, duruşumuz, oturuşumuz, namazımız, məsciddə nizam, intizam, evdəki davranışımız, bütün bunlar hamısı yaxşı olmalıdır, gözəl olmalıdır, xeyirli olmalıdır, Allah istəyən olmalıdır. Allahın rizası olan olmalıdır inşallah. Allah etdiyimiz ibadət, itaat, duaları bizlərdən ali dərəcədə qəbul eyləsin. Allah sizlərdən də razı olsun inşallah. Bismillahirrahmanirrahim. İnna ataynakal kavsar fəsalli rabbika və enhir neşanika və rabtəl sadaqallahu ləzzim. Birinci xütbəmizdə Zəlzələ surəsindən sonuncu ayələr, məşhur ayələrdir. Fəmən yəməl misqalə zərrətin xeyrən yərahu və mən yəməl misqalə zərrətin şərrən yərahu. Hər kəs zərrə qədər xeyir bir iş görərsə, onun əvəzini, əcrini, mükafatını alar. Hər kəs zərrə qədər bir pis şər iş görərsə, onun cəzasını çəkəcəkdir. Baxın, burada Quran ayəsinə fikir verin. Əvvəl hansını göstərir bizə? Fəmən yəməl misqalə zərrətin xeyrən yərah. Hər kəs zərrə qədər xeyir bir iş görərsə. Yəni, insanın fikrini, düşüncəsini o xeyir iş üzərində, xeyrxahlıq üzərində istiqamətləndirir. Quran-ı Kərimdə sonra o biri ayədə Zəlzələ surəsində deyir və mən yəməl misqalə zərrətin şərrən yər. Hər kəs zərrə qədər bir şər iş, pis iş bir görərsə, o da onun cəzasını çəkəcəkdir. Yəni çalışmaq lazımdır ki, həyatda bu xeyrxahlıq, xeyr iş üzərində insan öz həyatını qursun. Quran-ı Kərimdə Ali İmran surəsində 92-ci ayədə buyurur ki, lən tənalul birrə həttə tunfiqu mimma tuhibbuna və ma tunfiqu min şeyin fə innallaha bihi alim. Sadaqallahu ləzzim. Allah Teala buyurur ki, sevdiyiniz şeylərdən haqq yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah onun yolunda xərclədiyiniz hər şeyi biləndir. Bu da xeyir işin, xeyrxahlığın, yaxşılığın, ehsan etməyinin bir başqa mesajıdır. İnsan düşünsün.
sevdiyiniz şeylərdən. Bəzən bu ayə isnad eləsək, görür ki, insan nəysə bir insana, belə deyək, nəsə bir xeyrxahlıq eləmək istəyir, yaxşılıq eləmək istəyir, sevdiyindən eləmir. Sevdiyi, o şeyi ki, çox sevir, ondan eləmir. Görürsən ki, sevmədiyi şeylərdən verir. Məsələn, bir nümunə kimi deyim, birinə bir paltar vermək istəyirsən, görürsən ki, artıq təzəsini yox, sevdiyin yox, geyinib istifadə elədiyin nimdaşın verər. Bəzən insanda belə hallar olur. Allah Teala isə bu ki, sevdiyiniz şeylərdən, haqq yolunda sərf etməyincə, o şey ki, sən onu sevirsən, ona istəyin, məhəbbətin, sevgin var, ondan verməyincə savaba çatmazsan. Biz hamımız indi burada elə bir insan yoxdur ki, xeyrxahlıqla məşğul olmasın. Hamı nisbətən az-çox xeyrxahlıqla məşğul olur. Qur'an-ı Kərimin bu ayəsini isnadən edən zahiri baxsaq, görürük ki, gərək insan sevdiyindən verə bilsin, sevdiyindən. Xeyrxahlıq və xeyrxahlıqla bağlı Mizan-ı Hikmətdə bir neçə hədis var. O hədisləri mən nəzər diqqətinizə çatdırım. Həzrəti İmam Səccad əleyhissalam, 4-cü imamımız, İmam Zeynal əleyhissalam buyurur ki, mən bütün xeyirləri tamah gözünü xalqın mal dövlətindən çəkməkdən gördüm. Bütün xeyirləri. Başqasının malında, varında, dövlətində tamah gözünü çəkmək. Bəzən tamahkarlıq insana o qədər güc gəlir ki, biz danışmışıq da, tamah səbəb olur, həsəd səbəb olur, görürsən ki, qardaş qardaşın qatili olur, qardaş qardaşı quyuya atır. Quran-ı Kərimdə bunun misalları var. Bir yerdə İmam Zeynal Abidin əleyhissalam, İmam Səccad əleyhissalam buyurur ki, bütün xeyir və yaxşılıqlar nəfsi saxlamaqdadır. Yəni, həmişə xeyir o deməkdir ki, sən kiməsə nəsə verəsən, nəsə zahirdə göstərsən. Bəzən öz nəfsivə hakim durmaq, insanın öz nəfsinə hakim durması xeyir və yaxşılıq, bütün xeyir və yaxşılıqlar deyir, onda da imam buyurur. Hədislərimizdə dünya və axirət xeyirlərinə yetişməyin amillərini bir neçə hədis var, onları xüsusi olaraq qeyd eləmişəm ki, sizlər üçün də istifadə edək, həyatımızda nə qədər bacarırsa bunları tərtib edək. Həzrət Rəsulullah, aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, 4 şey kimə verilərsə, dünya və axirətin xeyirləri ona verilmişdir. 4 şey. Soruşlar ki, Allahın Rəsulü, 4 şey nədir? Birinci buyurdu ki, dözümlü bədən. Bir dözümlülük olan insanda. İkinci, dildir. Hansı dil? Allahı zikr edən dil. Üçüncü, Həzrət buyurdu ki, qəlbdir. Hansı qəlb? Allah'a şükür edən qəlb. Həzrət buyurdu ki, 4-cü soruşlar, Həzrət buyurdu ki, 4-cü xanımdır, həyat yoldaşıdır, insanın zövcəsidir. Ləyaqətli zövcə kimin həyatında varsa, deyib buyurur ki, dünya və axirətin xeyri bu 4 şeydədir. Demək, dözümlü bədən, Allahı zikr edən dil, şükür edən qəlb və ləyaqətli zövcə. Həzrət Əli əleyhissalam buyurur ki, dünya və axirətin xeyir əməli salih insanlarla sirdaşlıq və dostluq etməkdə cəm olmuşdur. İnsanın ətrafında salih, sağlam insanlarla dostluq, sirdaşlıq edən insan həm dünya, həm axirət xoşbəxtliyi, saadəti, xeyirləri ondadır. Həzrət Əleyhisselam, Əmir əl-Müminin Əleyhisselam bir hədisində buyurur ki, kimdə 3 xislət olarsa, dünya və axirətin xeyirləri onun ruzisi olmuşdur. Soruşlar ki, ya Ali, bunlar hansılardır? Buyurdu ki, onlar Allahın qəza və qədərinə razı olmaq, çətinlik və bəlalara səbr göstərmək, rahatlıq və rifahda, çətinlikdə şükür etmək. Bu 3 xislət kimdə olarsa, dünyanın və axirətin xeyirləri onda verilib. Bir yerdə Həzrət Əleyhisselam isə buyurur ki, kimə 4 xislət verilibsə, dünya və axirətin xeyirləri ona verilmişdir. Soruşlar, hansı da onlar? Ya Əmir əl-Müminin Əleyhisselam buyurur ki, birinci bayaq ki qeyd elədik, dünya və axirətin xeyirlərindən biri dildir. Hansı dildir? Zikr edən dil. Həzrət Əleyhisselam buyurur ki, birinci doğru danışmaqdır. Danışanda, söz deyəndə doğru danışar.
İkinci əmanətdarlıqdır. Bir insana əmanət verərsən, əmanəti və xəyanət eləməz. Üçüncü, imam buyurur ki, bətnini haramlardan qorumaq və dördüncü buyurur ki, gözəl əxlaq. Bax, bu dörd sifət kimdə cəm olubsa, ona həm dünyanın, həm ahirətin xeyri onda cəm olmuş, ona verilmişdir. Bir yerdə hədislərdə buyururlar ki, tez küsüb, tez inciyən adam, gec barışan, gec razılaşan adamdan xeyr olmaz. Görürsən ki, həyatda bir insan var, elə bir söz deməmiş, bir hərəkət olmamış, bir məsələni aydınlaşılmamış, küsür, incir və sonra da barışmağı da gec olur. Deyir, həmən insanda xeyr olmaz. Tez küsüb, gec barışan insanda xeyr olmaz. Xeyr hansı insanda olar? Gec küsüb, tez barışan insanda. Ümumiyyətlə, möminin möminlə küslü qalması bəyənilmir. Hətta buyurur ki, bir dəsmalı, küləkli, günəşli havada yuyub quruması nə qədər çəkirsə, mömin mömindən, müsəlman müsəlmandan ondan artıq küslü qala bilməz. İndi insanlar da var ki, evdə də belədir, qonşuda da belədir, qohum əqrabada da belədir. Görürsən, tez küsər, gec barışar. Amma buyurur ki, gec küsüb, incib, tez barışan insan xeyirli insandır. Əksi nədir? Xeyirsiz insandır. Ümumiyyətlə, küsmək bəyənilməyən bir insan inciyə bilər bir insandan. Olur da həyatda indi biz insan övladıyıq. Birindən inciyə bilərsən. Amma küsmək, bu xeyirsiz insanın əlamətlərindəndir. Həzrət Resulullah buyurur ki, Allah Teala hansı xeyirxahlığı sevər, hansı xeyir işi sevər sualına. Həzrət buyurur ki, Allah Teala tez bir müddətdə həyata keçən xeyir işi sevər. Xeyir iş görmək istəyən insan, yaxşılıq eləmək istəyən insan. İmam Əleyhisselam buyurur ki, xeyir işi bir neçə şeyə tələsir, demiş idim. Burada isə hədisdə buyurur, İmam Əleyhisselam, xeyir işi tez yerinə yetirməyə tələsin ki, başqa bir işlə məşğul olduğunuza görə o xeyir işdən qalmayasınız. İnsan bəzən bir xeyir işi, bir yaxşılığı indi eləyəcəm, sabah eləyəcəm, birisini eləyəcəm deyə, bugün, sabah, birazdan sonra görürsən, üstündən o qədər vaxt keçir, başqa işlər insan edir, məşğul edir ondan və o xeyir iş, xeyirxahlıq, yaxşı işi görmək həm vaxt aparır, bəzən də yaddan çıxır, unudulur. İmam Cəfər Sadiq Əleyhisselam buyurur ki, atam buyurdu ki, elə ki, xeyirli bir iş görmək niyyətində olduğun, onu yerinə yetirməyə tələs. Çünki irəlidə başına nə gələcəyini bilmirsən. Sən bir xeyir iş görmək istəyirsən, nə gözəl. Bir yaxşılıq eləmək istəyirsən, nə gözəl. Deyir, onda tələs, onu etməyə tələs. Heç bir şeydə onun qədər tələsmə. Tələs çünki sabah, ondan sonra başına nə gələcəyi haqqında sən məlumatlı deyilsən, bilmirsən. Ən xeyirli iş nədir? Bəzən biz işi görəndə fikirləşərik, bu xeyirli bir işdir. Ən xeyirli iş aqibəti, sonu xeyirli olandır. İlk əvvəldən yox, ilk adımdan atarsan, elə biləsən xeyirli işdir, yaxşı işdir, amma aqibəti nə olar? Çox pis olar. Aqibəti xeyirli iş olan işlərin ən xeyirlisidir. Həzrət Əleyhisselam buyurur ki, xeyir işi yerinə yetirin, onların heç birini kiçik saymayın. Çünki onun kiçiyi böyükdür, azı da çoxdur. Bax, xeyir işi yerinə yetirin və onların heç birini kiçik saymayın. Çünki kiçiyi böyükdür, azı da nədir? Çoxdur. Birdən bir xeyir iş görərsən, deyərsən, məsələn, biz bunu ən sadə dildə nə deyək? Birinə bir pul verərsən, fikirləşərsən 1 manatdır da, az bir şeydir, 20 qəpidi verdim və yaxud da haransı bir köynək verdim, bir qab yemək verdim. Fikirləşərsən ki, bu kiçik bir işdir, az bir işdir, deyir, kiçik, böyüdür, azı da çoxdur. Bir yerdə də Həzrət Resulullah buyurur ki, xeyir işə yol göstərən ona əməl edən şəxs kimidir. İnsan həyatda yaşayırıq biz. Yəni, bir zaman ömrümüzə baxsaq, nə qədər yaşayacağımız hələ bəlli deyil, sual altındadır. Burada Həzrət gözəl bir hədisi ünvanlayır bizə ki, xeyir işə yol göstərən, bir insanı bir xeyirxahlığa, yaxşılığa, ona istiqamət verirsən, yol göstərsən, sən onu eləmirsən, sadəcə o insana deyirsən ki, sən get bu işi gör, burada xeyir var, burada bərəkət var, bu ticarətlə məşğul ol, təhsillə məşğul ol, get evləncinə, get ailə ilə barış, bir istiqamət verirsən ondan. Deyir, ona əməl edən şəxs misalındasan.
Əgər o insan getsə, o xeyirxahlıq eləsə, sən də nədir? Ona şərik sayılırsan. O insanla eyni misaldasan. Xeyir işə yol göstərənin əcri ona əməl edənin əcri qədərdir. Peyğəmbər Rəsulullah bir gün bir evə daxil olur, bilirsiniz də, məşhur bir hadisədir bu. Gəlir evdə əyləşir, görür ki, yumurta düşdü, sınmadı. Həzrət təəccüblənir, narahat olur, ev yiyəsinə baxır, ev yiyəsi rahat şəkildə belə də rahatlıqla deyir ki, Allahın Rəsulü, bu mənim evim belədir, bizim evdə heç nə düşmür, sınmır, dağılmır, bizdə hər şey qaydasında, heç bir narahatçılığımız yoxdur, heç bir çətinliyimiz yoxdur. Həzrət fikrə gedir və yandaşlara deyir ki, tez bu evi tərk edin, bu evdə xeyir yoxdur. Bu evdə xeyir yoxdur. Yəni, bəzən biz xeyir işləri ancaq fikirləşdiyimiz, düşündüyümüz kimi bilirik, yox. Həzrət buyurur ki, əgər bir insanın həyatında, evində hər hansı bir çətinlik, sıxıntı, mən demirəm, mən gedib evdə yumurtalar düşsün, sınsın, qablar düşsün, sınsın, insan yıxılsın, əli, qolu sınsın, kəsilsin, yox. Əgər insan bu cürlə hadisələrlə rastlaşmırsa və həyatında 100% hər şey normaldır, bunun heç bir problemi yoxsa, o insan biraz fikirləşsin, bilsin ki, o deyil, bu o deyil. Sən həyatında hər hansı bir çətinlik, sıxıntı olmursa, demək nəysə o deyil. Sən bunu araşdırmalısan. Məsələ odur ki, belə olanda bəzən alimlər, din böyüklərimiz deyir ki, Allah Teala o insanın üzərindən öz nəzərini götürüb. İnsan bilsən böyüklüyü nədədir? İnsan böyüklüyü ondadır ki, insan əgər onun evində, həyatında hər hansı bir çətinlik, sıxıntı, belə bir hadisə olarsa və onu qəbul edə bilərsə, xoş o insan halına. Neçə dəfə biz bu misalı çəkmişik. Həzrəti Mövlana deyir ki, insan evində olan xalçanı, palazı, həsri, şilimi, bəzən çırpırıq da biz onu, çubuq götürürük, böyük bir çırpırıq onu. Onun çırpaqdan məqsəd nədir? Onu döymək, cəzalandırmaq, yox. Biz nədir? Onu tozun təmizləyirik, onu təmizləyirik, paklayırıq, saflayırıq. Allah da bəzən bizi o sınmalar ki olur həyatımızda, bizi təmizləmək istəyir, bizi paklamaq istəyir. İnsan gəlib bu məntiqlə yanaşsın həyatında olan hadisələrə. Yəni, çox təəccüblidir ki, bu xeyirxahlıqdan danışırıq biz. Bu da mənim toxunduğum məsələlərdən olub, moizələrdən olub ki, bu Arifin biri yolla gedir səhralıqda. Bəlkə 3-cü dəfə də mən bunu danışıram, 4-cü dəfə də bilmirəm. Gedir, yolda görür ki, bir nəfər dayanıb, səhra, hava isti, quraqlıq. Deyir ki, bir su verən olsaydı susuzam, bir yemək verən olsaydı yeməksizəm, bir mini olsaydı minərdim, yeriyə bilmirəm, ayağım ağrıyır, çolağam. Bu insan da düşür, xeyirxah insan olur, xeyirxahlıq eləmək istəyir, xeyir iş görmək istəyir. Düşür miniyində, oturur, süfrəsini açır, ona su verir, yemək verir, təzdən onu miniyinə mindirir ki, 2 nəfər minsinlər miniyə, yolu davam eləsinlər. Elə bu ayağından axsaq olan, belə deyir ki, mən çolağam, yeriyə bilmirəm. Miniyə minən kimi, elə o yeməyi də, suyu da götürür, üz qoyur, mini ilə o tərəfə qaçmağa. Bu həmən xeyirxah insan, bu arif insan, buna ki, yaxşılıq edib, xeyirxahlıq edib, uca səslə deyir ki, qardaş, dayan, at da sənin, yemək də sənin, su da sənin, bir dənə sözün var. Onu deyim, sonra get. Deyir, nədir sözün? Deyir ki, aca su verib, xeyirxahlıq edən, aca yemək verib, xeyirxahlıq edən, susuza su verib, yeriyə bilməyənə mini verən insan, yaxşılıq edən insanın yaxşılığına, xeyirxahlığına, pisliklə hərəkət edib cavab verməyi başqa yerdə demə. Yəni, bu hadisəni gedib başqa yerdə işıqlandırma. Sonradan insanlar birinə yaxşılıq eləmək istəyər, su vermək istəyər. Deyər ki, su verirəm, belə olur. Yemək vermək istəyər, deyəcək, yemək verirəm, belə olur. Miniyə mindirmək istəyər, deyər, bax, miniyə mindirəm, bunu başqa yerdə demə. Hələ burada de, at da sənin, su da sənin, mini də sənin. İndi biz həyatımızda bacardığımız qədər, yenə deyirəm, bu ömrümüz o qədər qısadır ki, o qədər azdır ki, fürsət bir zamanlardır, sözümün əvvəlində də qeyd elədim, elə xeyirxahlıq, yaxşılıq, yenə deyirəm, maddiyyatla deyil. Sən bir insanın yanında olarsan, ona bir mənəvi kömək olarsan, bir dərdini eşlərsən, danışarsana, o insan bir qədər rahatlıq tapar, ən azından onu dinlədiyinə görə, sən onu dinlədiyinə görə.
Bir də insanlar var həyatda, tarixdə ki, bunlar bir ömür yaşayırlar, xeyirxahlıq, yaxşılıq, gözəl işlər görmək. Bunlar nəsibində yoxdur da. Siz elə düşünməyin, belə o xeyirxahlıq, yaxşılıq, ehsan eləmək, kömək eləmək hər kəsə nəsib olur. Hər kəsə nəsib olmur. Həzrət Rəsulullah sallallahu aleyhi və səlləmin yaxşı və xeyirxah adamın əlamətlərini sayır. Peyğəmbər Rəsulullah buyurur ki, Allahın Rəsulü Həzrət Rəsulullah aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimiz Muhammed el-Mustafa sallallahu aleyhi və səlləm buyurur ki, Həzrət buyurur ki, yaxşı və xeyirxah adamın 10 əlaməti vardır. Çalışaq, birinci özümüzə baxaq, görə bu 10 əlamat bizdə var, yoxdur. Əgər yoxdursa, həyatımızda bunu tətbiq edək. Neçəsini bacarırsan, nə qədər müddət çəksə belə, bacar ki, bunları özündə qoruyasan, özün bunların icraçısı olasan. Çalışarsın ki, həyatda Peyğəmbər Rəsulullah buyurduğu bu 10 sifəti, bu 10 əlaməti özündə əks etdirəsən. Sən bunun sahibi olasan, bu 10 əlamətin sahibi olasan. Birinci, dostluq edəndə Allah razılığı üçün dostluq edər. Yaxşı və xeyirxah adam dostluğu Allah rizası üçün edər. Pul üçün, vəzifə üçün, boy üçün, gözəllik üçün, güc üçün, qüvvət üçün eləməz. Sırf insanın pullu dostu da ola bilər, vəzifəli dostu da ola bilər, gözəl dostu da ola bilər, güclü dostu. Amma o dostluq nə üçün olmalıdır? Allah rizası üçün olmalıdır. Düşmənçilik edəndə də Allah rizası üçün düşmənçilik, şəxsi ambisiya üçün düşmənçilik eləməz. Əgər o düşmənçilikdə Allah rizası varsa, o düşmənçilik elə, o ədavət elə. Yoldaşlıq edəndə Allah rizası üçün yoldaşlıq elə. Şəxsi mənafeylərin üçün yoldaşlıq eləmə. Bir insandan ayrılırsan, dost olmuşsan, yoldaş olmuşsan, indi ayrılıq vaxtı gəlibsə, gör əgər o ayrılıqda Allah rizası varsa ayrıl ondan. Allah rizası yoxsa ayrılanda da deyir Allah rizası üçün ayrılar. Seviləndə Allah rizası üçün sevinər. Sevinəndə. Qəzəbi də Allah rizası üçün olar. Qəzəblənəndə Allah rizası üçün qəzəblənər. Sevinəndə Allah rizası üçün sevinər. Çalışmağı, işləməyi, əziyyət çəkməyi Allah rizası üçün olar. Yəni cəmaata özünü göstərmək üçün yox. Çalışmaq, insan öz ailəsi üçün, onların dolanışığı üçün çalışmalıdır, əziyyət çəkməlidir. İnsanların çalışanı, çalışmaları, səyləri nə üçün olmalıdır? Allah rizası üçün. Hacət əlini Allaha tərəf uzadar. Biz görürsən, hacət üçün əlimizi hər tərəfə uzadırıq, Allah yadımıza düşmür. Deyir ki, dua üçün, hacət üçün, istək üçün, arzu üçün, murad üçün əlvi Allaha tərəf uzat. Təvazükarlığı da Allaha görə edər. Başqalarına yox, mənə desinlər təvazükar, yox. Allaha görə təvazükarlıq edər. Və sonda dedi ki, yaxşılıq və xeyirxahlıqdan danışırıq. Etdiyi bütün yaxşılıqlar hamısı Allah rizası üçün olmalıdır. Nə yaxşılıq eləmirsən, nə xeyirxahlıq eləmirsən, çalış burada Allahın rizası olsun. Bu həyatımızın qısa bir vaxtda özümüz üçün örnək götürəcək bir nümunələrdir. Allah sizləri var eləsin, Allah köməyiniz olsun. Allah sizi bu məcdə, mənə, bizlərə çox görməsin. Allah sizi öz evlərinizə də, ailələrinizə də, elinizə, obanıza da çox görməsin. Çünki sizlər bəlkə, bəzən biz də olur, öz fərqimizə varmırıq. Öz fərqinizə varmısınız? Siz maşallah bir mömin qardaş olaraq, bir namaz qılan olaraq, bir məscid əhli olaraq, öz ətrafınızda, yaxınlarınız yanınızda bir mübarək, müqəddəs insanlar kimisiniz. Allah o mübarəkliyinizi daimi eləsin inşallah. Və Allah bu cümə namazını bizdən qəbul eləsin. Allah üzümüzə gələn günləri xeyrə mübəddəl eləsin. Allah ölkəmizi, xalqımızı, millətimizi, vətənimizi, dövlətimizi qorusun. Allah bu əmin-amanlığı bizlərə daimi qərar versin. Allah digər ölkələr ki var, orada müharibələr axır, insanlar ölür, evlər dağılır. Onlarda da sülhü, əmin-amanlığı, mehribançılığı bərqərar eləsin.
Biz 44 günlük müharibəni yaşamışıq, acısını görmüşük. O minarədə bizim şəhidlərdir. Allah o şəhidlərimizin məqamını uca eləsin. Onların ruhların bizə duası qərar versin. Allah qazilərimizə şəfa versin. Allah sizləri yerin göyün bəlasından hifz eyləsin. Ağsaqqallarımız gəlirlər. Bunlar bizim həm öz evlərinin bərəkəti xeyridirlər, həm bizim məscidin, elin obanın xeyir bərəkətidirlər. Allah Taala elə xeyir bərəkət ağsaqqal olan yerdədir. Ruzi bərəkət ağsaqqal olan yerlərdir. Allah Taala bunların da ömrünə bərəkət nəsib eyləsin. Ana bacılarımız gəlirlər, xanımlarımız gəlirlər, qız gəlinlərimiz gəlirlər, ibadətə, itaətə. Allah onları xanım Zəhraya, xanım Zeynəbə bağışlasın. Bu cavanlar var, bunlar bizim əzizlərimiz, doğmalarımız, gözümüzün işığı. Allah bunları yerin göyün bəlasından hifz eyləsin inşallah. Allah bunları bizim məscidə çox görməsin. Allah Taala bunları Azərbaycan xalqına çox görməsin. Ölkəmizə çox görməsin. Dinimizə çox görməsin. Bunların da qəlblərində nə arzu, nə istək varsa, subay varsa, subaylarımıza evlilik nəsib eləsin. Evlənən varsa, övladı yoxdursa, Allah övlad nəsib eyləsin. Ev eşiği olmayan Allah Taala ev eşiği sahibi eyləsin. Qərib işdə olanlarımız var, əskəri xidmətdə olanlarımız var. Allah Taala səhi salamat onları evlərinə qaytarsın. Allahdan istəyimiz, arzumuz bu olsun ki, biz yeyirik, tox oluruq, Allah Taala azlarımızı doydursun. Libası olmayanlara libas ət eyləsin. Ruzisi olmayan var, Allah Taala onlara ruzi nəsib eyləsin. Ruzilərinə bərəkət nəsib eyləsin. İşsizlərimizə iş nəsib eyləsin. Hər kəs bu məscid üçün, bu el üçün, bu oba üçün, insanlıq üçün, Allah üçün, Peyğəmbər üçün, Əhl-i Beyt üçün xidmət edirsə, Allah o xidməti onlardan ali dərəcədə qəbul eyləsin. Allah Taala bizləri də əməli salihlərdən qərar versin. Allah Taala dünyada bizə 14 məsumun ziyarətin, Məşəd, Kərbəla, Həz, xanım Zeynəbin ziyarətini nəsib eyləsin. Ahirətdə onların şəfaatini bizləri nəsib eyləsin. Allah bizə cəhənnəmin odundan nizat versin. Bizlərə cənnət, behiş nəsib eyləsin. Allahdan istəyimiz, arzumuz bu olsun ki, sülhü, əmin-amanlığı yer üzərində bərqərar eyləsin. Evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əmin-amanlıq, mehribanlıq, bol-bol həlal ruzi nəsib eyləsin.